Salam, hər vaxtınız xeyir. Azərbaycan televiziyasının efirindən ASTV xəbərin saat 16 olan buraxılışını təqdim edirik. Studiyada Cavid Sadıqovdur. Əvvəlcə anonslar. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi. Beynəlxalq nəqliyyat xətlərinə qarşı hansı təhdidlər var? Türk dövlətlərinin xüsusi xidmət orqanları Xankəndidə toplaşdı. İsrail 15 Fələstinlinin nəşini təhvil verdi. Cəsədlər Xan Yunisdəki xəstəxanaya aparıldı. İndoneziyada leysan torpaq sürüşməsinə səbəb oldu. 3 nəfər öldü, 20-si itkin düşdü. Paytaxtda çiskin, şərq rayonlarında leysan. Bəs dolu və qar hansı ərazilərə düşəcək? İndi isə ətraflı. Prezident İlham Əliyev bugün Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edildi. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələrə əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihəsi üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin ayrıldığı vurğulandı. Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olundu. Bu xüsusda neft, qaz, elektrik enerjisi, yol, dəmir yolu, kənd təsərrüfatı, su təchizatı, çirkəb suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunuldu. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında süd gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı vurğulandı. Görüşdə Mərkəzi Asiya, Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edildi. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunuldu. Bu xüsusda dəmir yolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu. Xankəndidə Türk dövlətlərdən xüsusi xidmət orqanları konferansının 27-ci plenar iclası keçirilib. Tədbir, beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu mövzusuna həsr edilib. Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti ünvanlanıb. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini bildirib. Türk dövlətlərinin də önəmli nəqliyyat şəbəkələrdən üzərində yerləşdiyini vurğulayıb. Qeyd olunub ki, Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəçlə maneçilik törətməyə çalışır. Bu baxımdan təhlükəsizliyin etibarlı təmin olunması mühüm vəzifələrdən biridir. Azad ərazilərə sakinlərin qayıdışı davam edir. Bugün Xocalının Şuşa kəndə və Xanyurdu kəndlərinə növbəti qayıdış reallaşıb. Ümumilikdə 89 nəfərdən ibarət 31 ailənin vətən həsrəti sona çatıb. 12 ailə Xocalı rayonunun Xanyurdu kəndinə, 19-u isə Şuşa kəndə qayıdır. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan insanların 30 ildən çox gözlədikləri gün çatıb. Duyğular çox qarışıqdır, bəzən sözlə ifadə eləmək olmur. Şükür Allaha, Allahın bu gününə şükür. Bəlkə də biz bunu bu cürə xəyal eləyə bilməzdik ki, Allah bu günü bizə qismət elədi. Allaha sonsuz sayda şükürlər olsun. Bu gün bizim sevincimizin həddi hududu yoxdur ki, biz öz doğma yurdumuza qayıdırıq. Çox sevinçliyəm. İnan, övladım da Qubadlıda əsgərlikdədir. Mən fəxr eləyirəm. Sakinlər illər boyu həsrət çəkdikləri yurdlarına artıq çatıblar. Onlara yeni evlərinin açaları təqdim edilib. Bugün qayıdanlarla birlikdə hazırda Xanyurdu kəndində 340 nəfərdən ibarət 99 ailə, Şuşa kənddə isə 230 nəfərdən ibarət 61 ailə yaşayır. Hər iki kənddə bərpa və yenidən qurma işləri aparılıb. Bütün zəruri sosial infrastruktur qurulub. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, Şahnun Qasımova, ASTV xəbər.
Bəli, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Bugün daha 41 ailə isə, yəni 110 nəfər Zəngilan rayonunun Ağalı kəndinə qayıdır. Bu, işğaldan azad edilmiş torpaqlara böyük qayıdışın növbəti sevindirici mərhələsidir. Gedək rayonumuzda yaşayaq, kəndimizdə yaşayaq, gözəl günlərimizi orada yadımıza salaq. 30 ildə oradan çıxmışıq. Heyf o günləri itirmişik. Kəndimizi görməmişik, 30 il orada yaşamamışıq, uşaqlığımız orada qalıb. Yenə də prezidentimizə təşəkkür edirəm, şəhidlərimizə Allah rəhmət eləsin, qazilərə can sağlığı. Gedənlərə də uğurlar arzulayıram. Allah orada əziyyət çəkib, qanının, canını tökən insanlara rəhmət eləsin. Qazilərimizə kömək olsun, şəhidlərə rəhmət eləsin. Biz də gedirik, böyündən sonra orada şad-xürrəm yaşamağa. Tarih yazdı iciklər, hamı sözümüzdür. 44 günün növbə, şanlı tarihimizdir. Yoldaşımın özüm qayıdıram, şükür bu günüm özüm, yəni nə deyim valla, Allahın böyüyünə şükür ki, bu gün mənə qismət edib, öz vətənimə qayıdıram. Bütün gedənlərimizə Allah xeyrin versin, evlərinə toy qismət eləsin, sağcan versin hamısına, ömürlər uzun olsun, bir daha belə köşkünlük olmasın heç vaxt. Zəngəzur dəhlizinin reallaşdırılması üçün ABŞ ilə Ermənistan birgə şirkət yaradacaq. Şirkətin direktorlar şurasındakı yerlərinin bölüşdürülməsi isə investisiyanın həcmindən asılı olacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb. Bu layihə çox şaxəlidir və təkcə dəmir yolunu deyil, həm də qaz kəmərinin, kabellərin, elektrik xətlərinin çəkilməsi və s. əhatə edir. Hazırda yaradılacaq şirkətə tikinti hüququnun verilməsi müddəti üçün 2 ssenarini nəzərdən keçiririk. 49 və ya 99 il. Vaxt çərçivəsi tələb olunan investisiya ilə müəyyən edilir və investorun investisiyasının özünü doğruldacağına və müəyyən mənfəət əldə edəcəyinə dair zəmanət olmalıdır. Məsələn, 5 il müddət təyin edə bilərik, amma o zaman heç kim investisiya qoymaz. Çünki bu müddət ərzində investisiyanın geri qaytarmaq mümkün olmayacaq. Yəni demək istəyirəm ki, bizim üçün layihənin icrası ilə bağlı yaranan çətinliklər sırf texniki və iqtisadi məsələdir, siyasi deyil. Dünya gündəmi ilə davam edirik. Türkiyənin C-130 hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi keçirilib. 17 şəhidin cənazəsi ailələrinin yaşadığı vilayətlərə göndərilib, 3 şəhid isə Ankarada dəfn ediləcək. Ankaradan xüsusi müxbirimiz Yalçın Tahiroğlu bizimlə birbaşa bağlantıdadır. Yalçın, hər vaxtınız xeyir. Buyurun, söz sizdədir, təfərrüatlar sizdə. Türkiyə şəhidlərini böyük ehtiramla son mənzilə yola salır. Hal-hazırda Ankaradakı Əhməd Hamdi Akseki məscidinin həyətindəyik, qarşısındayıq və bir qədər əvvəl burada böyük izdiham vardı. Bütün Türkiyə sanki buradaydı, şəhid ailələrini tək qoymadı Türkiyə. Şəhid ailələrinin fəryadı bir tərəfdən, digər tərəfdən də məğrurluqlarını itirmədilər, mətanətlərini itirmədilər. Vətən sağ olsun sözləri ilə öz yaxınlarını, evladlarını son mənzilə yola saldılar. Müdafiə naziri Yaşar Gülər, Xarici İşlər naziri Hakan Fidan, digər hökumət üzvləri, yüksək rütbəli hərbi qulluqçular, zabitlər, şəhidlərin silah yoldaşları da buradaydılar. İctimaiyyətin nümayəndələri, siyasi partiya rəhbərləri, sadə insanlar, Ankaralılar gəlmişlər son vəfa borcunu öz şəhidlərinə vermək üçün və olduqca böyük bir izdiham yaşandı. Digər şəhərlərdə də eyni mənzərə var. Səhər saatlarında Ankarada hərbi aviasiya bazasında vida mərasimi, hərbi vida mərasimi keçirildikdən sonra 17 şəhidin naaşı İstanbul, Bursa, Kayseri və digər şəhərlərə yola salındı. Ankarada 3 şəhid bu saatlarda torpağa tapşırıldı və geridə onların nakam həyatları, nakam ailələri, evladları qaldı və onları təsəlli edən vətən sağ olsun sözləri. Onu da qeyd edim ki, bu şəhidlər Türkiyə və Azərbaycanın şəhidləridir. İki ölkənin ortaq tarixdən gələn, Azərbaycanın kədəri kədərimiz,
sevincimizdir sözləri Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir sözləri bu 20 Türk əskərinin, vətən evladının şəhadəti ilə bir daha öz təsdiqini tapdı. Ankaradan bu sahada çatdıra biləcəklərimiz bundan ibarətdir. Söz yenidən sizdədir. Yalçın, ətraflı məlumatlara görə sizə təşəkkür edirəm. Allah şəhidlərə rəhmət eləsin. Rusiyanın Ukraynanın paytaxtı Kiyevə hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib. Raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük yarıq əmələ gəlib. Azərtacın Ukraynadakı xüsusi müxbiri Emil Hüseynli ASTV xəbər üçün hadisə yerindən çəkiliş edib, izləyək. Rusiya Silahlı Qüvvələrinin noyabrın 14-nə keçən gecə Ukrayna paytaxtı Kiyevə etdiyi hava hücum nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına çox ciddi ziyan dəyib və mən dayandığım bu məkanda operatorumuzdan xahiş edək, məhz İskəndər ballistik raketinin bura düşməsi nəticəsində təxminən bir 15 metrə hündürlüyündə yarıq əmələ gəlib və səfirliyin binasının divarının hardasa 20 metrə qədəri tam uçub və onu da qeyd edək ki, bu raketin bura düşməsi nəticəsində onun dalğası bizim səfirliyin inzibati binasının özünə də ciddi ziyan vurub, pəncərələr sınıb və iş otaqlarında belə deyək, müəyyən çatlar əmələ gəlib və səfirliyin diplomatlarının avtomobillərinə ciddi ziyan dəyib, şüşələri sınıb. Mən dayanım məkan səfirliyin akt zalıdır. Bax, gördüyünüz kimi raketin zərbəsi akt zalını da yararsız hala salıb, şüşələri sındırılıb. Mən operatorumuza xahiş edərik, bu bizim səfirliyin akt zalıdır. Yəni, demək olar ki, səfirliyin bir çox otaqlarında bu cür mənzərə yaranıb. Qeyd etdiyim kimi, ballistik raketin düşdüyü ərazi ilə inzibati binanın arası belə deyək, bir neçə metrdir və ona görə də məhz onun zərbəsi inzibati binanın özünə də ziyan vurub. Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları səngimir. Ukrayna dronları Novorossiyskdə neft ambarı və mülki gəmini zədəliyib. Rusiya tərəfi isə Kiyev və Odessaya şiddətli raket və dron zərbələri indirib. İtki və dağıntılar var. Rusiya Ukraynaya 430 pilotsuz uçuş aparatı və 19 raketlə hücum edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. Paytaxt Kiyevdə raket və dron zərbələri nəticəsində 5 nəfər həlak olub, 30-dan çox mülki şəxs xəsarət alıb. Zərər çəkənlər arasında uşaqlar da var. Zərbələrin təsirindən Kiyevin bir çox yerində partlayış və yanğınlar baş verib. Paytaxtın 9 rayonunda onlarla çox mərtəbəli yaşayış binasına ciddi ziyan dəyib. Bundan əlavə tibb müəssisəsi, ofislər, dükanlar və avtomobillər zədələnib. Dağıntılar altında qalanlar olduğundan hücum qurbanlarının sayının artacağı istisna edilmir. Mən dəhşətə gəldim. O qədər qorxdum ki, əvvəlcə nə edəcəyimi bilmədim. Özümü və uşağımı xilas etməliyəm, yoxsa bir çox insan qışqırdığı və köməyə ehtiyacı olduğu üçün başqalarına yardıma qaçmalıyam. Odessa vilayətinin Çernomorsk şəhərində isə bazara dron zərbələri indirilib. Yerli icra orqanlarının məlumatına görə hücum nəticəsində 2 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Partlayış dalğası kollec binası, mağaza və avtomobillərin də zədələnməsinə səbəb olub.
Rusiya səmasında isə Ukraynaya məxsus 216 ədəd pilotsuz uçuş aparatı vurulub. Təkcə Krasnodar diyarında 66 dron zərərsizləşdirilib. Hücumlar nəticəsində Novorossiysk şəhərində neft anbarı zədələnib. Bundan əlavə liman infrastrukturuna da ciddi ziyan dəyib. Mülki gəmilərdən biri dron zərbəsinə tuş gəlib. Nəticədə 3 nəfər xəsarət alıb. PUA qalıqları çox mənzilli və fərdi yaşayış evlərini də zədələyib. Sakinlərdən biri yaralanıb. Xavər Əliyeva, Fərdi Abbasova, ASTV Xəbər. Azərbaycan Ukraynanın paytaxtındakı Kiyevdəki səfirliyin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiyanın ölkəmizdəki səfiri Mikhail Yevdokimov nazirliyə çağırılıb. İskəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib. Səfirə nota təqdim edilib. Görüşdə diplomatik təmsilçilərimizə bu kimi hücumların qəbul edilməz olduğu diqqətə çatdırılıb. Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb edilib. Ukraynada hökm sürən korrupsiya qalmaqalı dünyanın diqqət mərkəzindədir. Ekspertlər düşünür ki, Rusiya ilə davam edən müharibə ərəfəsində bu hadisə ölkənin gələcəyi üçün mənfi təsirlər göstərəcək. Böyük rezonans yaradan məsələdə Prezident Volodimir Zelenskiyə yaxın şəxslərin adının keçməsi isə vəziyyəti daha da ciddiləşdirir. Ölkə taleyi yüklü, ağır günlər yaşayır. İllərdir müharibənin yaratdığı fəsadlarla mübarizə aparır. ABŞ və Avropa dövlətləri humanitar və maddi yardımlar ayırır. Bəzi oliqarxlar isə vəziyyətdən sui-istifadə edir. Prezident Zelenski isə illərdir özünü bu işin kənarında göstərməyə çalışsa da antikorrupsiya hərəkətlərindən bərk narahat olub. Bu prosesi yubatmaqla məşğuldur. Slava Ukrayna! Söhbət Ukraynada enerji sektorunda fəaliyyət göstərən müəssisələrdə aşkarlanan korrupsiya faktlarından gedir. Ukrayna Milli Antikorrupsiya Bürosu, yəni NABU, 10 noyabrda Energoatomda, eləcə də digər strateji obyektlərdə pul mənimsəmə sxemini aşkar edən Midas əməliyyatının son mərhələyə qədəm qoyduğunu elan edib. İl yarım davam edən əməliyyat çərçivəsində cinayətkarları ifşa edən 1000 saatdan çox əməliyyat sessiyası toplanılıb. Xarici valyuta dolu çantaları aşkar edən axtarışların görüntüləri yayımlanıb. NABU həmçinin YouTube kanalında cinayət əməlləri ilə bağlı bir sıra epizodlar paylaşıb. Ortada təkzib olunmaz faktlar var. Ukraynanın son illərdə ənənəvi problemlərindən biri təhlükəsizlik və korrupsiyadır. Hər hansı bir xarici televiziyanı açsanız, həmişə deyirlər ki, Ukrayna korrupsiyaya bulaşmış bir ölkədir. Biz bu imicdən xilas ola bilmirik. Korrupsiyaya bulaşan şəxslərə gəlincə, şəbəkənin mərkəzində Volodimir Zelenskinin hələ prezidentliyindən əvvəl Kvartal 95 layihəsindən biznes ortağı olan iş adamı Timur Mindiç dayanır. Maraqlısı odur ki, Mindiç NABU əməliyyatı başlamazdan cəmi bir neçə saat əvvəl Ukraynanı tərk edə bilib və ona bu şəraitin hakimiyyət tərəfindən yaradıldığına dair ciddi və haqlı şübhələr var. Energetika naziri German Galushenko, onun müşaviri Igor Miranyuk və Energoatomun təhlükəsizlik direktoru Dmitri Basov da rüşvət və atqat əməliyyatlarında iştirakda şübhəli bilinirlər. Qanunsuz yollarla əldə edilən pullar Ukrayna təhlükəsizlik orqanlarına rüşvət vermək, xaricə köçürmək və xüsusilə İsveçrədə bahalı daşınmaz əmlak almaq üçün istifadə edilib. Bu şəxslərin hər biri Zelenskinin silahdaşlarıdır. Yəni küllü miqdarda pulun mənimsənilməsi Ukrayna prezidentinin icazəsi olmadan həyata keçirilə bilməzdi. Faktlar təsdiq edir ki, korrupsiya üçün münbit şəraiti yaradan da elə Volodimir Zelenskinin özüdür. Əks halda bu məsələ bu qədər geniş miqyas almazdı və ölkəni talayanlar
belə irəli gedə bilməzdilər. Biz təəssüflə deyə bilərik ki, geniş miqyaslı müharibəyə baxmayaraq Ukraynada korrupsiya mövcuddur. Son vaxtlar Energoatomda aparılan həbs əməliyyatları isə mühüm göstərici sayıla bilər. Çünki bu, müasir müstəqil Ukraynada ən iri korrupsioner həbs hadisələrindən biridir. Cəmiyyətin, xüsusilə müharibə dövründə talançılarla eyni səviyyəyə qoyulan korrupsionerlərə qarşı lazımi tədbirlərin görülməsinə böyük ehtiyacı var. Korrupsiya qalmaqalında baş nazirin keçmiş müavini Aleksey Çernışevin da adı hallanır. Ukrayna cəmiyyətində ən çox qəzəb yaradan məqamsa uğurlanan pullardan Energoatomun keçmiş rəhbəri, sonradan Rusiya agenti və vətən xaini olduğu üzə çıxan, hazırda Rusiyada yaşayan və senator olan Andrey Derkaça da pay çatmasıdır. Səs yazılarında vəsaitlərin bir hissəsinin Moskvaya köçürülməsi və bunun müharibə gedə-gedə baş verməsi üzə çıxıb. Cəbhədə qızğın döyüşlər davam edən ərəfədə Ukrayna prezidenti və onun dostlarının başı Ukrayna xalqının mübarizəsi üçün ayrılan pulları ələ keçirməyə qarışıb. Qara ləkələri təmizləmək, yeni yanlış təsəvvürləri aradan qaldırmaq və əlbəttə ki, Ukraynanın mövqeyini izah etmək vacibdir. Çünki göz yummaq və demək ki, güya korrupsiya yoxdur, bu düzgün deyil. Korrupsiyaya qarışan təkcə Ukrayna prezidentinin yaxın ətrafı deyil. Biden administrasiyası və şəxsən Joe Bidenin oğlu Hunter da Ukraynada korrupsiyada əsas fiqurlardan biri olub. Mövcud vəziyyətdə prezident Zelenski də məsuliyyət daşıyır. Çünki Hunter həm də onun dostu, o özü isə Bidenin ən böyük dəstəkçilərindən olub. İndi o, hadisələrin gedişatından narahatdır. NABU-nun fəaliyyətini məhdudlaşdırma cəhdləri də bunun bariz nümunəsidir. Ölkənin müharibə şəraitində olduğu zamanda xalqın və ordunun haqqının tapdanması heç bir halda cavabsız qalmayacaq. Korrupsiya qalmaqalı qarşıdakı seçkilərdə Zelenskinin yenidən prezident seçilmək şansını da ciddi şəkildə azaldır. Çünki xalq təkcə müharibənin səbəbkarı kimi deyil, Volodimiri korrupsiyanın da əsas fiquru kimi görür. Ümidlər ölür və Ukraynanın gələcəyi böyük sual altına düşür. Hökuməti bürüyən bu qanunsuzluq beynəlxalq tərəfdaşların Ukraynaya dəstəyinə də ciddi təsir göstərə bilər. Çünki artıq CNN, Figaro kimi qlobal nəşrlər də Ukraynada baş verən korrupsiya halları ilə bağlı geniş məqalələr yazır. Ekspertlərin fikrincə, bu olduqca pis perspektivlərə yol açacaq. Eyni zamanda korrupsiya qalmaqalı cəbhədə də ruh düşkünlüyü yaradacaq. Yəni, Ukraynanı daha ağır günlər gözləyir. Sabir Bilalov, Fidan Şakir qızı, ASTV xəbər. Bugün gecə saatlarında Rusiyanın Novorossiyskdəki Şesxaris ixrac neft terminalı dron hücumuna məruz qalıb. Hadisə Qazaxıstanda ciddi narahatlığa səbəb olub. Hücumun regionun enerji marşrutlarına mümkün təsiri suallar doğurur. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Qazaxıstandan xüsusi müxbirimiz Rövşən İlyasovla bağlantı yaradırıq. Rövşən, hər vaxtınız xeyir. Neft nəqlində hər hansı məhdudiyyət yaranıbmı? Buyurun, söz sizdədir. Bəli, Rusiya Federasiyasının Novorossiysk şəhərində yerləşən Şesxaris neft terminalına dron hücumu nəticəsində baş verən insident Qazaxstanda ciddi narahatlıqla izlənilir. Bildiyiniz kimi səhər saatlarında baş verən hadisə nəticəsində terminalın anbarlarından birinin zədələnməsi və yanğın olduğu barədə ilkin məlumatlar yayıldı. Lakin hazırda vəziyyət nəzarət altındadır. Rusiya tərəfi incidentin nəticələrini araşdırır və təhlükəsizlik tədbirlərini gücləndirib. Qazaxstan üçün bu məsələ sadə bir hadisə deyil. Çünki məlum olduğu kimi Novorossiysk üzərindən ixrac olunan neft ölkənin enerji strategiyasının mühüm hissəsidir. Rəsmi məlumatlara görə il ərzində 6 milyondan ton artıq Qazaxstan nefti məhz elə bu liman vasitəsilə dünya bazarlarına çıxarılır. Bu həcmdə neftin dünya bazarlarına daşınması həm dövlət büdcəsi, həm də uzunmüddətli beynəlxalq ticarət razılaşmaları baxımından həyati əhəmiyyət daşıyır. Bundan əlavə sözü gedən marşrutun əhəmiyyəti təkcə logistika deyil. Burada söhbət enerji təhlükəsizliyi, idxal-ixrac balansı, tranzit sazişləri və beynəlxalq öhdəliklərdən gedir. Marşrutun dayanması və ya zədələnməsi Qazaxstan üçün iqtisadi itkilərlə yanaşı bazarlarda etibarlılıq məsələlərinə də təsir edə bilər. Hazırki məlumata əsasən Qazaxstan neftinin nəqli dayandırılmayıb. Atrau-Samara və Aktau-Maxaçkala arteriyaları üzrə nəql normal rejimdə davam etdirilir. Sistemlərdə fasilə və ya məhdudiyyət tətbiq
olunmayıb. Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəliyindən əldə etdiyimiz məlumata əsasən hazırda Atrau, Samara və Aktau Maxaçkala istiqamətləri üzrə Qazaxıstan neftinin qəbulu və daşınması məhdudiyyətsiz həyata keçirilir. Nazirlik Transneft şirkəti ilə daimi əlaqədədir və operativ informasiyanı diqqətlə izləyir. Vəziyyət nəzarətdə saxlanılır. Hazırda rəsmi qurumlar tərəfindən əlavə risklərin qiymətləndirilməsi də aparılır. Eyni zamanda alternativ marşrutların vəziyyəti də monitorinqdə saxlanılır. Bizim isə Mərkəzi Asiya bürosu olaraq çatdıracaqlarımız bu saatda bunlardan ibarət idi. Buyurun, sözü yenidən studiyaya ötürürəm. Rövşən, ətraflı məlumatlara görə sizə təşəkkür edirəm. Hörmətli tamaşaçılar, Astanadan bizimlə birbaşa bağlantıda əməkdaşımız Rövşən İlyasov idi. Dünyanın digər münaqişə ocağından da xəbərimiz var. Qəzzada atəşkəs razılaşması çərçivəsində Həmas daha bir girovun cəsədini İsrailə təhvil verib. Proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Məhkəmə tibbi ekspertizası nəticəsində meyidin 73 yaşlı kişiyə məxsus olduğu müəyyən edilib. O, oktyabrın 7-sində İsrailə hücum zamanı Beri kommunasında qətlə yetirilib. Cəsədi Həmas silahlıları Qəzzaya aparıb. Son məlumatlara görə 3 girovun cəsədi hələ də Qəzzada saxlanılır. Onlardan ikisi İsrail, biri isə Tayland vətəndaşıdır. Bu arada Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində İsrail tərəfi 15 Fələstinli məhbusun cəsədini təhvil verib. Bu barədə Qəzza səhiyyə rəsmiləri məlumat yayıb. Bildirilir ki, cəsədlərin təhvil verilməsi bir İsrail vətəndaşının Həmas tərəfindən qaytarılmasından sonra baş tutub. Bununla da İsrail tərəfindən verilən cəsədlərin sayı 330-a çatıb. Qeyd eləyək ki, Qəzzada tibbi ekspertiza üçün avadanlığın olmaması səbəbindən indiyənə qədər yalnız 89 nəfərin şəxsiyyəti müəyyən edilib. Böyük Britaniyanın yayım korporasiyası BBC ABŞ prezidenti Donald Trumpdan onun çıxışının yanlış montaj edildiyi sənədli filmə görə üzr istəyib. Şirkət bu proqramın təkrar nümayiş olunmayacağını açıqlayıb. Bununla belə korporasiya Ağ Ev rəhbərinə təzminat ödəməkdən imtina eləyib. Şirkətin rəhbəri Samir Şah Ağ Evə məktub göndərərək prezidentin çıxışının montajına görə təəssüfləndiklərini bildirib. Xatırladaq ki, Donald Trumpın hüquqşünasları BBC-ni $1 milyard məhkəmə iddiası ilə hədələyərək korporasiyadan təqsib yayımlamağı, rəsmi şəkildə üzr istəməyi və təzminat ödəməyi tələb etmişdilər. Pentagon rəhbəri Pete Hegseth narkokaterlərlə qarşı Cənub nizəsi adlı yeni əməliyyatın başladığını açıqlayıb. Əməliyyata xüsusi qrup və ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığı rəhbərlik eləyəcək. Bu missiya ölkəni mühafizə eləyəcək, narkotik terrorçularını bizim yarımkürədən çıxaracaq və ölkəmizi, vətəndaşlarımızı öldürən narkotiklərdən qoruyacaq deyə Hegseth bildirib. Sentyabrın əvvəlindən başlayaraq ABŞ Silahlı Qüvvələri Venezuela narkokaterləri ilə əlaqədə şübhəli bilinən qayıqlara mütəmadi olaraq zərbələr endirir. ABŞ prezidenti Donald Trumpın göstərişinə əsasən keçirilən əməliyyatlarda indiyənə qədər 20-yə yaxın qayıq hədəfə alınıb. ABŞ prezidenti Donald Trump administrasiyası sabiq dövlət başçısı Joe Bidenin dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətlərin ləğvini təsdiqləyib. Bu barədə Birləşmiş Ştatların Daxili İşlər naziri Douglas Burgum açıqlama verib. O qeyd edib ki, Alyaskanın enerji potensialını bərpa etmək, yerli əhali üçün iş yerləri açmaq və ölkənin yanacaq təhlükəsizliyini gücləndirmək üçün prezident Donald Trumpın göstərişlərinə əməl olunur. Bidenin dövründə tətbiq edilən məhdudiyyətlər Alyaskanın şimalında federal mülkiyyətdə olan 4,3 milyon hektar ərazinin icarəyə verilməsini qadağan etmişdi. Braziliyanın São Paulo şəhərində pirotexniki vasitələrin saxlandığı ambarda partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Partlayışın gücündən yaxınlıqdakı binalara və avtomobillərə ciddi ziyan dəyib. Partlayışın səbəbləri ilə bağlı hələ ki açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.
İndoneziyanın mərkəzi Yava əyalətində günlərdir davam edən leysan torpaq sürüşməsinə səbəb olub. 3 kənddə onlarla ev dağılıb. Təbii fəlakət 3 nəfərin həyatına son qoyub, 20 adam itkin düşüb. Onların axtarışları davam etdirilir. 23 sakini xilas etmək mümkün olub. Əraziyə xeyli sayda təcili yardım və xilas etmə briqadaları cəlb edilib. Airbus bu ilin ən böyük kommersiya uğruna imza atıb. Belə ki, korporasiya Vyetnamın Vietjet Air aviaşirkəti ilə 100 ədəd A321 Neo təyyarəsinin satışı barədə müqaviləni təsdiqləyib. Sifarişin dəyəri 13 milyard dollardır. Bu, 2025-ci ildə Airbus üçün ən iri fərdi sifariş sayılır. Müqaviləyə əsasən Vietjet Air əlavə olaraq 50 təyyarə üçün də seçim əldə edib. Airbus oktyabr ayında ümumilikdə 112 yeni sifariş qəbul edib. Həmçinin 36 müştəriyə 78 təyyarə təhvil verilib. 2025-ci ilin əvvəlindən etibarən 85 aviaşirkətə 585 təyyarə çatdırılıb. Airbus təchizat zəncirindəki çətinliklərə baxmayaraq 2025-ci ildə 820 təyyarə təhvil vermək planını qoruyub saxlayır. Hədəfə nail olmaq üçün son 2 ayda 235 təyyarə təhvil verilməlidir. Ölkə xəbərləri ilə davam edirik. Bələdiyyələrin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Respublikanın bütün şəhər bələdiyyələrini təmsil edən 74 nümayəndənin iştirakı ilə keçirilən tədbirdə Assosiasiyanın idarə heyətinin 15 üzvü seçilib. Sonra şəhər bələdiyyələrinin sədrlərinin iştirakı ilə keçirilən səsvermədə Təmraz Tağıyev yenidən Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib. Tədbirdə həmçinin Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının 2023-2024-cü illərdə fəaliyyəti haqqında hesabatı təqdim edilib. Bildirilib ki, bələdiyyələrin büdcə gəlirləri əvvəlki illərlə müqayisədə 30% artıb və 685 bələdiyyənin yenidən formalaşdırılması prosesi başa çatıb. Ədliyyə Nazirliyi tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətlərinin artırılması və notarius korpusunun peşəkar hüquqşünaslarla komplektləşdirilməsi məqsədi ilə ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə Ədliyyə Nazirliyinin İxtisas Komissiyası tərəfindən notariat fəaliyyəti ilə peşəkar məşğul olmaq və şəhadətnamə almaq istəyən vətəndaşlar üçün elan olunan müsabiqənin birinci mərhələsi test imtahanı keçirilir. Müsabiqənin test imtahanında 280 namizəd iştirak edir. Mümkün 90 balın 60-ını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibə mərhələsində uğur qazanan namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaq və təlimin nəticəsində aparılacaq qiymətləndirmələrə əsasən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün onlara şəhadətnamə veriləcəkdir. Noyabrın ilk 13 günündə 22 uşaq xilas edilərək ailələrinə təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə valideynlərin məsuliyyətsizliyi və ya laqeydiliyi səbəbindən son günlərdə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması halları artıb. Qurum valideynləri diqqətli olmağa və uşaqları nəzarətsiz qoymamağa çağırıb. Aparılan təhlillər bu kimi halların əsasən uşaqların nəzarətsiz qoyulması, o cümlədən əksər hallarda mənzildə və digər məkanlarda tək olması nəticəsində yaşandığını göstərir. Qeyd olunanlarla bağlı mənzillərdə azyaşlıların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzu olunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır. Noyabrın 13-ü dünyaya başqa bir gözlə baxan, qaranlıqlar içində belə işığı hiss edən insanların günüdür. Bu günün təsis olunması, görmə məhdudiyyəti olan insanların problemlərinə diqqət çəkmək, onların sosial inteqrasiyasına dəstək olmaqdır. Bəs ölkəmizdə həssas kateqoriyaya aid olan şəxslərin cəmiyyətə inteqrasiyasını və sosial təminatını yaxşılaşdırmaq üçün hansı tədbirlər görülüb? Mən həyatı qırmızı görürəm, rəngli görürəm, al-əlvan görürəm. Mənim öz ailəmimdə qara rəng mənim üçün yoxdur. Mənim üçün hər şey gözəldir.
Bəziləri dünyanı gözləri ilə görür, bəziləri isə qəlbi ilə. Onun dünyası qaranlıq deyil, əksinə al-əlvan, işıqlı və ümid doludur. Müsahibim Suma Tapdıqova həyatın gözəl və rəngarəng olduğunu, lakin bəzən problemlərin öhdəsindən gəlməyin asan olmadığını deyir. Pillələrin az olmağını istəyərəm. Bizi kimi insanlara nəsə işarət olsun, məsələn, harasa maneə kimi olanda məsələn bildirsin. Var, amma o qədər də deyil. Addım atanda qorxuruq, məsələn, tək gedə bilmirik də. Yəni kimdənsə köməyindən istifadə eləmək məcburiyyətində qalırıq. Suma Tapdıqova DOS İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində xanəndəlik üzrə baş təlimçi kimi fəaliyyət göstərir. Musiqini qəlbi ilə yaşayır və hiss etdiklərini istedadlı gənclərə də öyrədir. Bəzi mahnılar var ki, məsələn, mən onlara göstəriş verirəm ki, məsələn, bu mahnının burasında məsələn, bizə öyrədilən kimi müəyyən mahnıların bəzi texniki yolları var ki, onları aşılamağa çalışıram ki, benefisiarlarımıza öyrənsinlər. Bizim hər günümüz burada yeni bir nailiyyətlərin qazanmağı deməkdir. Yəni, hər gün biz daha da irəli gəlirik. O, özünü yaşadığı, işlədiyi mühitin tam üzvü hesab edir və bacardığı qədər cəmiyyətdə digər vətəndaşlar kimi faydalı olmağa çalışır. Elə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün müxtəlif işlər görülür. Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 34 benefisiar, görmə məhdudiyyətli benefisiarımız xidmətlərimizdən yararlanır. Qeyd etmək istəyirəm ki, onlar əsasən musiqi, dulusçuluq və bədii tikmə istiqamətləri üzrə öz yaradıcılıq potensiallarını təkmilləşdirirlər. 4 illik fəaliyyətimiz dövründə bizim mərkəzdə 110 görmə məhdudiyyətli benefisiarımız müxtəlif fəaliyyət istiqamətləri üzrə bizim xidmətlərdən yararlanmışdır. Ölkəmizdə görmə məhdudiyyətli şəxslərin digər həssas qruplarla birlikdə sosial müdafiəsi və reabilitasiyası dövlətin əsas prioritetlərindən biridir. Son illərdə Bakı şəhərində 132 mənzilli yaşayış binası tikilərək gözdən əlilliyi olan şəxslərin istifadəsinə verilmişdir. Həmçinin yeni yaşayış binalarında yüzlərlə mənzillər alınaraq bu kateqoriyadan olan şəxslərin istifadəsinə verilmişdir. Naziri tərəfindən gözdən əlilliyi olan şəxslərə pensiyalar, sosial müavinətlər ödənilir. Sonuncu dəfə bu ödənişlərin məbləği əmək pensiyaları üzrə cari ilin fevralın 1-dən artırılmışdır. Həmçinin əlilliyi olan şəxslərin, gözdən əlilliyi olan şəxslərin sosial müavinətlər və prezident təqaüdlərinin məbləği isə cari ilin iyulun 1-dən artırılmışdır. 30-a yaxın görmə məhdudiyyətli şəxs bu il sosial reabilitasiya xidmətlərinə cəlb edilib. Həmçinin əmək bazarına çıxmaları üçün özünə məşğulluq proqramına cəlb olunublar və kiçik sahibkarlıq fəaliyyətinə dəstək göstərilir. Şahnur Qasımova, Zahir Zahidoğlu, Lalə Rəhmanova, ATV Xəbər. Noyabrın 17-sindən ümumi təhsil müəssisələrində payız tətili başlayır. Tətil noyabrın 21-nə də davam edəcək. Noyabrın 22-si, 23-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər noyabrın 24-də başlayacaq. Beləliklə, məktəblilər üçün 7 gün ardıcıl dərs olmayacaq. Tətil ümumi təhsil müəssisələrinin məktəbə hazırlıq qruplarına da şamil ediləcək. Azərbaycanda əhalinin sayı açıqlanıb. İlin əvvəlindən 28.758 nəfər və ya başqa sözlə desək 0,13% artım olub. Belə ki, əhalinin sayı oktyabrın 1-də 10.253.647 nəfərə çatıb. Ölkə əhalisinin 54,4%-i şəhər, 45,6% isə kəndlərdə yaşayır. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bir peşənin sirri festivalı keçirilib. Tədbirdə tələbələrin müxtəlif sahədə hazırladıqları əl işləri nümayiş etdirilib. Növbəti dəfə təşkil olunan Bir Peşənin Sirri festivalı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi. Məqsəd peşə təhsili müəssisələrinin əmək bazarına uyğunlaşdırılması, işə götürənlərlə əməkdaşlıq imkanları, həmçinin gənclərin innovativ və praktik bacarıqlarının artırılmasına xidmət edir. Ümumi təhsil müəssisələrində çalışan, təhsil alan şagirdlərimiz eyni zamanda peşə təhsilinə əsas
tərəfi olan işə götürənlərin həm dövlət, həm də ki, özəl tərəfdaşların iştirakının təmin edilməsi, peşə təhsilində baş verən dəyişikliklərin təqdim edilməsi, əyani göstərilməsi məqsədi daşıyır. Tədbirdə tələbələr hazırladıkları əl işləri ilə iştirak etdilər. Burada günəş sistemindən deməli enerji gəlir bizdə sabit cəryan şəkildə inverter sistemi var. Həm off-grid, həm on-grid. Off-griddən biz batareyalar vasitəsilə elektrik olmasa belə, cəryan olmasa belə biz enerjini alırıq. Batareyaları doldurmaq vasitəsilə. On-griddə isə biz şəbəkə ilə birlikdə sabit cəryanı dəyişən cəryana çeviririk və günəş enerjisi əldə edirik. Bundan başqa bizdə burada günəş kollektoru var. Günəş kollektoru vasitəsilə biz günəşdən istilik əldə edirik. Həm istilik sistemi üçün, həm suyu isitmək üçün. Moda dizayner sahəsində 4 illik su bakalavr tələbəsiyəm. Şəkil çəkmişəm. Birinci orta xətti tapırıq, 9 baş proporsiyalara bölürük və orada bədəni hazırlayırıq və onun üzrə geyimə otururuq. Festivalda qonaqlar üçün sərgi və ustad dərsləri də təşkil olundu. Bərbərlik, vizajist, manikür temdə təhsil alıram. İşimiz də indi ixtisas elədiyimiz xınadır. Bunu yalnız beyaz xınanı gəlinlərimizə daha çox istifadə olunur. Onların özəl günlərini gözəlləşdirmək üçün. Mövsümə uyğun heyva dolması hazırlamışıq. Feyxuya dolmasıdır, bilinçikdir, fərqli biçimlərdə eləmişik. Salatlarımız var. Milli mətbəximizdən dolmalarımız var. Festival tələbələrin iştirakı ilə hazırlanan bədii kompozisiyalarla davam etdi. Lalə Allahverdiyeva, Emin Əhmədzadə, Rəşidə Zülfüqarova, ASTV Xəbər. İslam sivilizasiyasının əsrlər boyu formalaşan zəngin sənət irsi Moskvanın Dövlət Şərq Muzeyində təşkil olunan İslam incəsənətinin şah əsərləri sərgisində bir araya gəlib. Bu sərgi həm elmi, həm də mənəvi baxımdan böyük maraq doğurur. Burada nümayiş olunan hər bir eksponat təkcə tarixi əhəmiyyət daşımır. Eyni zamanda mədəniyyətlər arasında qarşılıq və əlaqəni və bəşəri dəyərlərin birliyini də əks etdirir. Sərgidə nümayiş olunan eksponatlar Mərkəzi Asiya, Azərbaycan, İran, Türkiyə, Ərəb ölkələri, Hindistan, Çin və Rusiyanın İslam mədəniyyətinə aid nümunələrini bir araya gətirir. Ekspozisiyanın əsas ideyası İslamın vahid ruhunu, lakin fərqli xalqların yaradıcılığında necə təzahür etdiyini göstərməkdir. Sərgidə 19-cu əsrə aid olan Azərbaycan xalçası xüsusi diqqət çəkir. Bu, 19-cu əsrdə Azərbaycanda hazırlanmış canamazdır. O, bizim muzeyə 1950-ci ildə Dövlət İncəsənət Muzeyi ilə mübadilə çərçivəsində daxil olub. Və çox şadıq ki, bizdə Azərbaycan incəsənətinin belə gözəl bir nümunəsi var. Bu tamamilə möcüzəvi bir xalçadır. 19-cu əsrə aid olan bu xalça çox dəyərlidir. Bu sərgidə Azərbaycanla yanaşı digər ölkələrdən olan ustaların əl işlərini də görmək mümkündür. Həmçinin Rusiyanın müxtəlif bölgələrindən, təbii ki, İslam və müsəlman incəsənəti ilə bağlı olan bölgələrdən sənətkarların əsərləri nümayiş olunur. Burada çoxlu qədim əşyalar var və onlar əla vəziyyətdə qorunub saxlanılıb. Ekspozisiyada təqdim olunan hər bir əşya yalnız sənət deyil, həm də mənəvi simvoldur. Ərəb və fars yazılarının tərcümələri ilə müşahidə olunan izah lövhələri tamaşaçılara İslam incəsənətinin dərin fəlsəfəsini və onun estetik prinsiplərini anlamağa kömək edir. Bu iki möhtəşəm əlyazma girix adlanır. Onlar Buxaradan gətirilir. Bundan əvvəl onlar elmi yardımçı fondda saxlanılırdı. Heç bir sərgidə nümayiş olunmamışdı. Bunlar nədir? Bu, gips və ya əhəng üzərində işləyən oyma ustalarının istifadə etdiyi cızma kağızlardır. Onlar vasitəsilə xüsusi naxışlar yaradılırdı və sonra həmin naxışlar məscidlərin, mədrəsələrin, ictimai binaların divarlarına köçürülürdü. Yəni, müasir dildə desək, bu miqyaslama üçün istifadə olunan millimetr kağızı idi. которые потом переносились на стены
Bu əl yazma isə 18-ci əsrin sonlarına aiddir. Ərzurumlu İsmail Həqqinin Mərifətnamə adlı əsəridir. Bu bir növ kosmografiyadır. Budur, burada təqdim olunan möhtəşəm miniatür İslam dünya görüşünə əsasən yaradılmış bir kainat təsviridir. Burada həm cənnəti, həm göyün 7 qatını, həm də cəhənnəmi görə bilərsiniz. Çox maraqlıdır, çünki həmin əlyazmada məsələn ayın fazaları, bürclər, qiblənin müəyyənləşdirilmə üsulları da təqdim olunur. Beləliklə, İslam incəsənətinin şah əsərləri ekspozisiyası təkcə tarixlə tanışlıq deyil, bu ruhun və gözəlliyin dialoqudur və sərgidə toplanan əsərlər də keçmişin səsini bugünə daşıyır, sənətin insanı birləşdirən gücünü xatırladır. Zakir Musayev, Azərbaycan Televiziyasının Rusiya bürosu, Moskva. Bugün axşamdan ölkə ərazisində hava şəraiti dəyişəcək. Bəzi bölgələrdə intensiv yağış gözlənir. Əsasən, şərq rayonlarında yağıntının qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Lakin sabah, noyabrın 15-i və 16-sında əsasən yağmur hava şəraiti proqnozlaşdırılsa da, lakin gecə və səhər saatlarında bəzi yerdə zəif duman, çiskin olacaq. Küləkli hava şəraiti gözlənilmir, zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu isə günorta saatlarında 16-19 dərəcə isti olacaq. Gəncədə aerobika gimnastikası üzrə böyüklər arasında Avropa çempionatı keçirilir. Yarışlara bugün start verilib və 3 gün davam edəcək. Ətraflı məlumatlara beynəlxalq turnirin açılış mərasimindən birbaşa bağlantıda olan əməkdaşımız Xaliq Qurbanlı çatdıracaq. Xaliq, buyurun, efirdəsiz, təfərrüatları sizdən eşidək. Bəli, ölkəmizin ikinci ən böyük şəhəri 3-cü MDB oyunları kimi möhtəbər idman yarışlarından sonra daha möhtəbər yarışlara ev sahibi etməyə başlayıb və qeyd edim ki, bugündən başlayaraq aerogimnastika üzrə 14-cü Avropa çempionatının məhz Qafqazın ən böyük idman qurğusu hesab olunan Gəncə İdman Sarayında açılış mərasimi keçirilir və operator hal-hazırda da açılışdan kadrları təqdim edir və xatırladım ki, kompozisiya ilk olaraq, yəni açılış mərasimlərinin proqramına daxil edilib və Gəncənin yetirməsi olan, dünya şöhrətli şəhərimiz olan Nizami Gəncəvinin əsərlərindən epiloqlar hal-hazırda təqdim olunmaqdadır tamaşaçılarımıza. Xatırladım ki, 14-15 tarixlərində keçiriləcək aerobika gimnastikası üzrə 14-cü Avropa çempionatında ölkəmizə 18 ölkədən 151 gimnastın iştirakı nəzərə tutulmaqdadır və xatırladım ki, hal-hazırda da idman yarışına da maraq həddindən artıq çox böyükdür və qeyd edim ki, gimnastlar bu 2 gün ərzində Gəncə İdman Sarayında fərdi, üçlük, qrup, qarışıq, cütlük və aerodans proqramları ilə çıxış edəcəklər və qeyd edim ki, daha əvvəl, daha dəqiq desək, 9-11 noyabr tarixlərində Gəncədə ilk dəfə olaraq gənclər və 15 yaşında idmançılar arasında Avropa çempionatı keçirilmişdir və Azərbaycan Televiziyası məhz yarışların tərəfdaş media qurumu olaraq bu yarışların efirə daşınmasında mühüm iştirak etmişdir. Xatırladım ki, hal-hazırda Gəncə İdman Sarayında yüksək səviyyədə atmosfer davam edir və açılış bir neçə dəqiqədən sonra, tam başa çatdıqdan sonra idmançılar məhz Gəncə İdman Sarayının bu möhtəbər səhnəsində öz bacarıqları nümayiş etdirəcəklər. Bizim hələ ki, ölkəmizin ikinci ən böyük şəhərindən çatdıracaqlarımız bu qədər. Buyurun, söz yerində sizdədir. Xaliq, çox sağ olun, təşəkkür edirəm sizə çatdırdığınız ətraflı məlumatlara görə. Belə hörmətli tamaşaçılar, bu saat olan son xəbərlərimiz bunlardan ibarət idi. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.